Son illərdə gənclər arasında ən çox müşahidə olunan psixoloji problemlər hansılardır? Gənclər arasında xüsusən son illərdə təşviş, həyəcan narahatçılığı daha qabarıqdır. Könüllü fəaliyyəti gənclərin psixoloji sağlamlığına necə təsir göstərir? Bir işə yararlılıq hiss edirlər, yəni gördükləri hansısa bir işin nəticəsində müsbət bir fikir alırlar və bu onları psixolojik olaraq çox yaxşı hiss elətdirir. Bu gün gənclər psixoloji dəstəyə həqiqətən açıqdırmı, yoxsa hələ də özüm həll edərəm düşüncəsi varmı? Müqayisə ilə bu gün artıq daha açıqdılar deyə bilərəm. Bu gün sizi izləyən gənclərə bir cümlə ilə nə demək istəyirsiniz? Gözlərini heç kəslə müqayisə etməsinlər. Hər vaxtınız xeyir, əziz könüllü səmimi verilişinin izləyiciləri. Yaxın yarım saat ərzində maraqlı qonaq və söhbətlərlə aparıcınız mən Rəsul olacağam. Əziz gənclər, bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. 15-26 yaş aralığındasınızsa və könüllü olmaq istəyirsinizsə, bizə həm sosial media platformalarımız, həm də portal asanvolunteers.az saytımız vasitəsilə müraciət edə bilərsiniz. Layihə və ideyalarınızla bağlı təklifləriniz olarsa, info@asanvolunteers.az ünvanına göndərməyi sizə tövsiyə edirik. Həmişə olduğu kimi, bugün də faydalı və maraqlı, həm gənc, həm də peşəkar bir qonağımız var. Uzman psixoloq Günarə Muxtarova. Onunla gənclərin daxili dünyası, imtahan həyəcanı, stres, motivasiya kimi mövzuları müzakirə edəcək. Xoş gəlmisiniz Günarə xanım, necəsiniz? Salam, xoş gördük. Təşəkkür edirəm. Siz necəsiniz? Çox sağ olun, biz də yaxşıyıq. Biz çox şadıq ki, bugün bizimlə birlikdəsiniz və sizə bir-birindən maraqlı suallarım var. Çox xoş olardı. Elə isə istəyirəm ki, ilk sualımı sizə ünvanlayım. Buyurun. Son illərdə gənclər arasında ən çox müşahidə olunan psixoloji problemlər hansılardır? Çox maraqlı sualdır, onu deyim. Həm gənclərlə, həm yetişkinlərlə işlədiyim üçün əslində bu individual bir sualdır. Əlbəttə ki, hər bir gənci çox fərqli-fərqli mövzular, psixoloji narahatçılıqlar mənə gətirir. Amma gənclər arasında xüsusən son illərdə təşviş, həyəcan narahatçılığı daha qabarıqdır. Bununla bərabər özünə inamda müəyyən qədər düşüşlər, tükənmişlik sindromu və anksiyete dediyimiz yenə təşviş, həyəcan narahatçılığının əsas əlamətləri çox aktiv şəkildə görünür. Sosial şəbəkələr gənclərə necə təsir göstərir? Sosial şəbəkələrin bugün gənclərin həyatındakı rolu danılmazdır və təəssüf hissi deyə bilərəm ki, əsasən mənfidir. Çünki sosial şəbəkələrdən gördükləri, göstərilən onlara o belə deyim də yaxşı həyatları, yaşam tərzlərini bir mənalı olaraq öz həyatlarına alıb və eynisini yaşamaq istəyirlər və özlərini müqayisəyə girirlər. Məsəl üçün mən də çalışıram, mən də işləyirəm, amma niyə mən elə bir həyatı yaşamıram və digər insanlar daha lüks həyatlar yaşayırlar deyə birbaşa özlərini müqayisə edirlər və bu da əlbəttə ki, gənclərin iş həyatında olsun, bir çox həyatların digər sahələrində ciddi mənfi təsirlər göstərir. Elə sizin dediyiniz kimi mükəmməl həyat görüntüsü Bəli. və onunla yanaşı like və izləyici sayı sizcə gənclərin psixologiyasına, özlərini necə hiss etmələrinə səbəb olur? Əsasən mənfi təsir hiss elətdirir. İstər o like və ya da bəyənmə deyək, bəyənmə mövzularında olsun, istər özlərini müqayisə mövzularında olsun. İstisnasız artıq sorğulamadan mən hər zaman vurğulayıram ki, sosial media bir illüziyativ bir yerdir və təəssüf ki, bizim orada gördüyümüz, bizə təqdim olunan səhnələr, epizodlar, rollar heç də görünən kimi deyil. Yəni icebergin görünməyən bir tərəfi var. Amma biz insanlar filtrdən keçirtmədən bu bilgiləri, bu məlumatları, bu səhnələri alırıq və olduğu kimi qəbul edirik. Yəni onu düşünmürük ki, həqiqətən də gördüyüm şeylə eyni üst-üstə düşən həyatları izləyirəm, yoxsa müəyyən qədər düşünməliyəm və bunun başqa tərəflərini də analiz etməliyəm. Düşünürəm ki, bir növ sosial şəbəkəndə düzgün istifadədən çox şey asılıdır. Bəli. Əgər mənfi təsiri olduğu kimi biz düzgün istifadə edə bilsək, bunu bacarsaq, belə deyim də özümüz üçün müəyyənləşdirə bilsək ki, mənim istifadə etdiyim sosial şəbəkədən əslində nələri qazana bilərəm, özümə nə qata bilərəm. Burada kifayət qədər müsbət tərəflərindən də yararlana bilərik. Çox sağ olun. Buyurun. Bəzi valideynlər övladlarında aqressiya və özünə qapanma hiss edirlər. Bunun səbəbləri nələrdir? Seanslarda da bu yaş qrupunda çox sıx müşahidə olunur, aqressiya və özünə qapanma ilə və bunun əsas səbəbləri, yəni bir neçə səbəbləri var əlbəttə ki, amma ilk sırada duran səbəblərdən biri də özünü ifadə edə bilməmə, yəni özünü ifadə yetərsizliyi. Söhbət həm duyğusal, həm də sözəl ifadədən gedir. Yəni hər bir şəxsin özünü həm sözlərlə, həm duyğuları ilə ifadə eləməsi lazımdır, amma bu duyğular və sözlər bastırıldığı zaman, yetəri qədər çölə çıxmadığı zaman, qarşıdakına yansıdılmadığı zaman burada artıq özünə qapanma və bir o qədər də pasiv aqressivlik yaranır.
Könüllü sən verilişin aparıcısı kimi bir sual vermək istəyirəm. Buyurun, əlbəttə. Könüllü fəaliyyəti gənclərin psixoloji sağlamlığına necə təsir göstərir? Mən deyərdim ki, hər bir gənc həyatındakı o könüllülük fəaliyyətindən mütləq keçməlidir. Çünki biz insan olaraq təbiətimizdə nə var? İşə yararlılıq duyğusunu almaq çevrəmizdən, bir təsdiq görmək, bəyənilmə görmək və bu könüllülük layihələri nəticəsində gənclər ən çox bunu görürlər. Bir işə yararlılıq hiss edirlər. Yəni gördükləri hansısa bir işin nəticəsində müsbət bir fikir alırlar və bu onları psixoloji olaraq çox yaxşı hiss elətdirir. Mən bunu bacardım, mən bunu alındıra bildim, bu məndə alındı. Yəni bir qurumun və ya da bir qrupun bir tərkib hissəsi olmaq, bir parçası olmaq əminəm ki, o gəncin psixoloji mental durumuna çox müsbət təsir edir. Çox gözəl. Bilirik ki, imtahan ayları başlayır və Bəli. bununla bərabər də həyəcan da artır. Bəli, doğru. İmtahan həyəcanı nə zaman psixoloji problemlərə çevrilə bilər? Deyim sizə ki, öncə bunun cavabını vermək istəyirəm ki, imtahan həyəcanı kifayət qədər normal bir həyəcandır. Amma burada kiçik bir mötərizə açacaq olsaq, nə zaman artıq psixoloji problem halına çevrilə bilər? Ümumiyyətlə, biz istənilən mövzu ilə bağlı onun psixoloji problemə çevrilməsini belə dəyərləndiririk. Əgər artıq o məsələ bizim gündəlik funksionallığımıza təsir edirsə, bu artıq psixoloji problemdir. Məsələn, bugün hər bir abituriyent imtahan öncəsində, imtahan ərəfəsində o həyəcanı yaşayır. Amma bir çox abituriyentlər üçün bu həyəcan işə yarar bir həyəcandır. Yəni onları daha motivasiya eləyir, daha dərs çalışma prinsiplərini daha aktivləşdirir. Amma bir qrup gənc də var ki, həyəcandan dolayı kitab üzü aça bilmir, dərs oxuya bilmir, yemədən, içmədən kəsilir. Ümumiyyətlə sosial olaraq izolyasiya olunur və bu artıq bizə onu deməyə əsas verir ki, burada artıq mütləq bir psixolojik dəstək lazımdır həmin gəncə. Çox təəssüf ki, bu imtahan dövründə yüksək bal toplamalısan kimi baskı göstərən valideynlərlə biz üzləşirik və ümumiyyətlə valideynlər bu dövrdə uşaqlara qarşı, gənclərə qarşı necə davranmalıdırlar? Doğru vurğuladınız ki, valideynlər bu dövrdə çox baskı göstərə bilirlər. Əlbəttə bu bütün valideynlər üçün keçərli deyil, amma təəssüf ki, böyük hissəsi uşaqlarının imtahan həyəcanlarını uşaqlardan daha çox özləri üzərinə alırlar və bunu yansıdırlar və bir o qədər müqayisə və təzyiq, baskı da, bu qədər bal toplamalısan, bu universitetə qəbul olmaq, bu fakültəyə qəbul olmaq kimi. Uşaq artıq orada nəyi anlayır? Valideynin məni toplayacağım bala görə dəyərləndirir və bu uşaqda bir qədər qorxu və demotivasiya yaradır ki, birdən o balı yığa bilməsə, birdən o ixtisasa qəbul ola bilməsə və ya da o universitetə. İstəyərdim ki, valideynlər bu nöqtədə uşaqlara belə deyim, şərti bir şəkildə yanaşmaqdansa ki, bu qədər bal toplamalısan, xəbərin olsun, daha çox dəstəkləyici yanlarında olduqlarını hiss elətdirsələr, bu uşaqlar üçün daha motivasiya olar və daha özlərini o nöqtədə güclü hiss edərlər ki, valideynim məni toplayacağım bala görə deyil də, çabama görə dəyərləndirir, yəni əməyimə görə, prosesi dəyərləndirir, belə deyək. Bəs valideynlərin və ya müəllimlərin müqayisəsi başqaları ilə gəncləri bu psixologiyaya necə təsir göstərir? Elə buradan başlayır əsasən gənclərdə valideynlərin və müəllimlərin, o gənclərin abituriyentlik dönəmində müəllimlər və gənclər müqayisə edirlər və o gənc o müqayisə prosesini bir şəkildə keçmiş olsa da, belə deyim də, özəyi müəllimlərlə, valideynlərlə qoyulan müqayisə sonra gəncin iş həyatında, universitet həyatında və ya da ailə həyatına qədər gedib çıxa bilir. Artıq o gənc bunu öyrənir. Davamlı özünü öz həmyaşıtları ilə və ya da çevrəsindəki insanlarla müqayisə edir. Bir nöqtədən sonra işin ən belə deyim də ağır versiyası nə olur? Gənc başlayır mükəmməlliyətçi bir profilə dönməyə. Ən yaxşı halda etmiş olsa belə bir işi, yenə də orada bir müqayisə, içdən-içə özünü müqayisə edir ki, yox, görəsən bunu o da eləmişdi. Görəsən mən də onun kimi elədim və ya da eləyə bilərəm. Artıq müəllim və valideyn müqayisəsi yoxdur həyatında, amma öz müqayisəsi var. Özü özünü müqayisə edir. Belə bir mənfi təsir qoyur psixolojik olaraq. Çox sağ olun. Bəs ardıcıl yaşadığımız uğursuzluqlar bizim həmin uğursuzluqlardan düzgün nəticə çıxarmadığımız anlamına mı gəlir? Bu çox individual bir sualdır. Yəni elə insanlar var ki, uğursuzluqlarından çox tez demotivasiya olub və artıq o işləri bir də yoxlamaq istəmirlər. Düşünürlər ki, bu artıq onlarda alınmayacaq. Amma bir qrup insanlar da var ki, uğursuzluqlarından dediyiniz kimi dərslər çıxardırlar. Dərsdən də əlavə buradakı məqsəd artıq bir növ uğursuzluq qazandığı işi bir sonraki növbəti addımda daha fərqli şəkildə eləmək. Yəni nəticədə biz hər zaman eyni şeyi eləyib fərqli nəticələr gözləyə bilmərik. Yəni bu biraz individualdır, ona görə deyirəm ki, dəyişir. Hər kəsin gördüyü işə uğurlu və ya da uğursuz fərqi yoxdur. Gördüyü işə baxış açısı çox fərqlidir. Ardıcıl uğursuzluq deyəndə bir sual mənim ağlıma gəldi hazırda. Psixologiyada döngü qavramı var, bildiyim qədərilə. Qısır döngü deyirik biz. Bəli, o döngüdən necə çıxmaq olur?
Mümkündürmü ümumiyyətlə? Əlbəttə mümkündür. Psixologiyada ümumiyyətlə psixolojik məsələlərlə bağlı bizə müraciət edən insanlara mən öz şəxsi təcrübəmdən deyə bilərəm ki, biz birinci konsultasiyamızda hər zaman bunu vurğulayıram. Bu gün səni gətirən bu məsələ ilə bağlı bir dəyişim və ya da dönüşüm istəyirsənsə, bu nə qədər səndə bu inanc nə qədər qüvvətlidir belə bir dönüşümün olacağına və istəyin nə qədər önəmlidir. Əgər bir insanın hansısa bir dönüşüm sağlamaq üçün istəyi qüvvətlidirsə, illərlə o proses eyni şəkildə gedirsə belə, günün birində artıq məndə bu illərdir baş verir, mən bunu dəyişməliyəm deyirsə, əmin olun ki, dəyişə bilər. Sadəcə öncə özü bunun fərqində olmalıdır. Varsa bununla bağlı hər hansısa bir dəstək alacağı bir terapist və ya da güvəndiyi biri fərqi yoxdur. Dəstəyini almalıdır, daha sonra o döngüdən addım-addım çıxmağı bacaracaq. Bu gün gənclər psixoloji dəstəyə həqiqətən açıqdırmı, yoxsa hələ də özüm həll edərəm düşüncəsi varmı? Müqayisə ilə bu gün artıq daha açıqdılar deyə bilərəm ki, bu məni dediyim kimi iş ortamından da yola çıxaraq belə düşünürəm ki, bu gün daha öncəki zamanlara müqayisədə əvvəllər bəli psixologiya ilə bağlı müəyyən tabular, miflər var idi və ya da güclü insan psixoloqa getməz ya da hər kəs öz problemini özü həll etməlidir kimi. Amma bu gün kifayət qədər psixologiyaya, psixoloji dəstəyə, psixoterapiyaya açıq olan gənclər var. Hətta belə müsbət bir şey daha var müşahidə elədiyim. Məsələn, bir gənc gəlir, daha sonra tövsiyə edir çevrəsindəki digər yaxınlarına, tanışlarına. Bu çox sevindirici əlbəttə ki, artıq o işə yaramayan düşüncədə deyirlər, artıq fərqindəlik baş verir. Gənclərdə erkən yaşda tükənmişlik niyə artır və bunun qarşısını necə almaq olar? Bunun bir çox səbəbləri var, amma ən birinci toxunmaq istədiyim və danışmaq istədiyim səbəb sosial mediadır. Bugün dediyimiz kimi, az öncə də vurğuladıq, sosial medianın rolu çox böyükdür həyatımızda və gənclər də məlum məsələdir ki, sosial medianı kifayət qədər geniş istifadə edirlər və o kifayət qədər istifadə etdikləri sosial media təəssüf ki, onları bir nöqtədə tükənmişlik sindromuna aparıb çıxarda bilir. Müqayisə eləyirlər gördükləri həyatı, niyə mən yox o kimi suallar verməyə başlayırlar və bu suallar artdıqca və davam etdikcə artıq onlar yavaş-yavaş başlayırlar zehinlərində bir mübarizə halına keçməyə. Təəssüf ki, bir çox hallarda bu mübarizə davranışa keçmir. Bəlkə davranışa keçsə, müqayisə bitəcək və artıq özlərinin potensialını görəcəklər. Yəni bir başlanğıc edəcəklər dəyişim üçün. Amma biraz pasiv bir müqayisə olduğu üçün bu da istisnasız tükənmişlik sindromuna aparır. Bu gün sizi izləyən gənclərə bir cümlə ilə nə demək istəyirsiniz? Demək istədiyim çox şey olsa da, amma bir cümlə vurğuladığınız üçün deyərdim ki, özlərini heç kəslə müqayisə etməsinlər, onlardan yüksək təbəqədə olan və olmayan və ən birinci də buna baxsınlar ki, önəmli olan getməkdir. Asta və ya sürətli fərqi yoxdur, əsas odur ki, dayanmamısınız və gedirsiniz. Günara xanım, gəldiyiniz üçün sizə təşəkkür edirik. Ümid edirəm ki, bizim danışdıqlarımız, sizin məsləhətləriniz bir çox gəncə güc və inam verdi. Mən təşəkkür edirəm və dəvətiniz üçün təşəkkürlər. Ümid edirəm ki, dediyiniz kimi çıxışlar gənclər üçün həm faydalı, həm də bir o qədər maraqlı olacaq. Çox sağ olun. Əziz gənclər, özünüzə qarşı mehriban olun. Çünki uğur əvvəlcə daxildən başlayır. Növbəti könüllü səndə görüşənədək.